Təhsil Nazirliyinin, Təhsil İnstitutunun bugün qəbul etdiyi qərarda mütləq dəyişiklik olmalıdır. Mən bir valideyn olaraq, bir ana olaraq bu qərara etirazımı bildirirəm. Çünki mənim övladım sentyabr ayından bu yana hazırlıqlara gedir. Liseyə, gimnaziyaya qəbul olmaq üçün hazırlıqlara gedir. Həm vaxt itirib, həm enerjisini itirib, həm maddi olaraq itkiyə səbəb olub bu hazırlıq bizim üçün. Və onu da qeyd edeyim ki, ilin demək olar yarısından çoxunu biz hər ay, ayda bir dəfə, iki dəfə lisey və gimnaziyalara sınaq imtahanına övladımızı yollamışıq. Hansı ki, bu sınaq imtahanı da çox da minimal bir büdcədə deyil. 12-15 AZN qiymətində olan bu sınaq imtahanlarına biz valideynlər hamımız uşaqlarımızı göndərmişik. Bunu niyə göndərmişik? Bu sınaqlar bəs niyə təşkil olunurdu? Niyə bu sınaqlar həyata keçirilirdi? Hətta hal-hazırda may ayının 31-nə, iyun ayının 1-nə sınaqlar var. Həmin sınaqlara bilet alan insanlar var. Bu qəbul imtahanı olmayacaqdırsa, bu sınaqların təşkil olunmasına niyə icazə verilirdi? Niyə bu sınaqlar həyata keçirilirdi? Niyə bu qərar sentyabrda və yaxud ilin ortasında, yanvarda bu qərar verilməyib, indi imtahana 20 gün qalmış bu qərarı verirlər? Bu haqsızlıqdır axı. Bu uşaqların təhsil hüququnun əlindən alınmasıdır. Bu valideynlərin hüquqlarının tapdalanmasıdır.